Евросоюз выстраивает свои собственные диалоги, структуры взаимодействия со странами Центральной Азии, со странами Закавказья. Həmçinin daha bir detal. Bu günlərdə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Qərb, Qafqaz və Mərkəzi Asiyanı özünün yaratdığı qarşılıqlı fəaliyyət strukturları vasitəsilə Rusiyadan qoparmağa çalışır. Amma bunun qarşısı bütün mümkün imkanlardan istifadə edilməklə alınacaq mesajı da Hay məmləkətində ciddi rezonans doğurdu. Və dərhal da Paşinyanın kilsəyə açdığı savaş fonunda revanşistlərin Rusiyaya sığınacağı barədə şüarlar dövrəyə buraxıldı. Rəsmi Kremlin Ermənistanın daxili işlərinə müdaxilə etdiyini, Moldovada olduğu kimi hibrid hücumları həyata keçirdiyini deyən haylar Şimala bir neçə ultimatumda göndərdilər. Bildirildi ki, Rusiya Ermənistana özünü necə xilas etməyi göstərməyə çalışmasın. Bu arada Moskva-Bakı trekində müşahidə olan istiləşmə də erməni radikallarını Rusiya əleyhinə sərt mövqe ortaya qoymağa heç şübhəsiz ki, daha da həvəsləndirir.